Hər salam dostlar, mən Cavidan. Bugün sizlərlə Clash of Clans'ın yeni sezonu necə oynayacağıq, bu sezonda nələr olacaq, onlardan danışacağım. Birinci burada gördüyünüz kimi bir əjderha var. Bu əjderha nədir? Kahramanlar salonunda görürsünüz ki, Ejder Dük adlı bir kahraman gəldi. 9 səviyyə kahraman salonunda açılır. Bu kahraman dost, uçan dost adlandırır. Yəni hasarı 100%'dir. Saldırı hızını da neydi? Pasif yetenekte 50% artırır. Sonra indirik isabet puanı 9100'dür. Sağlık yenileme 3500. Saniye başına hasar 304. Hasar türü tek hedef. Favori hedef her şey. Hedefler kara ve hava. Yani hem karaya savaş yani hedef alabilir hem de havaya hedef alır. Hareket hızı 20 bence normaldir. Ben de gördüğünüz gibi 4 tane kahraman aldım. Barbar Kral. Hatta buna kostüm de almışam. Sarmışam. Sonra Okçu Kraliçe. Minyon Prens. Ve bugün aldığım büyük koruyucu. Sonra gelək burada. Bu sezon nələr edəcək? Birinci ona gələk. Birinci burada görəcəksiniz ki, burada 38 ucuza qədər qalxan bir yıldız oyunu kimi deyək də belə bir şey var. Burada oynadığınızda sizə ödüllər verir. Məsələn, mən 2 yıldız aldım və bunu verdi. Klan Kredi pastası. Bununla 13 saat boyunca Klan Kredi'nin ücretsiz taksiyalar alabilirsən. Burada bir inşaatçı paketi var. Bunu bu videoya 1K baxış gələrsə, əgər gəlsə, bunu alacaq. İnşaat paketi. Niye dilsiz olarsanız, niye patron çıldırdı almışsan, ileri sarı almışsan, son rötuşları almışsan, altın bilet almışsan bunu alırsan. Çünkü bende 3 tane inşaatçı var. Bunu birini aldıqda 4 olacaq. Yine də buradan birini aldıqda 5 tane inşaatım olacaq. İndi mən nə demək istəyirəm? Məsələn, bundan əvvəlki sezon zarif parçamın sezonu idi. Bunun yani heykelini aldım mən. Burada bir ejderha heykeli var. Bu heykeli bütün Clash of Clans oyuncularına ücretsiz şəkildə verir. Necə alırıq bunu? Burada qapılar var idi. Bu qapılar açılsa 5-ci gün gəlirik. 5-ci gün isə ücretsiz olaraq bir qapı olur. Bu qapını açdıqda Ejder Dükünün ejderha heykelini hədiyyə edir hər kəsə. İndi mənə deyəcəksiniz ki, sən burada nəyi yüksəlməksən hesabında. Mən bunu, baxın, Okçu Kulesi, bir də Okçu Kulesi, 2 dənə Okçu Kulesi, bir dənə də topu yüksəlmək istəməli ki, bir də burada mənim bir dənə topum var idi, onu tapsam göstərəcəm indi. Bir dəqiqə, haradaydı, haradadır. Bir dəqiqə. Hə, bu. Baxın, bu mən seri eləmişəm. Bunu dəyişdirmişəm yəni. Məncə yaxşıdır. İndi bir də nəyi dəyişdirmək istəyirəm? Əsasən bunu, bu ikinci köyü karanlıq meşə deyilir bura. Karanlıq köy deyir bəzilərdə. Buranı kasmaq istəyirəm. Sonra burada bu qədər dostum var. Əgər siz də mənə dost olmaq istəyirsinizsə, budur. Buradan mənə istəyə bilərsiniz. Hər kəsin istəyini qəbul edəcəm. Klan yaratdım özümə. Özümə əslində klan yaratmışdım. Heç kəs oynamır klanda. Ən axırıncı oynayan dəfə 2 ay əvvəl oynatdı. Sonra indi gəlin bir oyun oynayaq. Görək necə oynayıram. Siz də görün necə oynadığımı. Burada gördüyünüz kimi bələdiyyə 11 var. Duvarları 12 səviyyədir. X yayı 5 səviyyə. Şəhərləri 9 səviyyə. 43 səviyyə barbarı var. 43 səviyyə Okçu Kraliçesi var. 13 səviyyə büyücüsü var. Büyüc koruyucu. Büyücü nədir? İndi başlayaq ya Allah. Birinci mən buradan göndərmək istəyirəm. Lav tazısı 1. Və buradan da 2. Sonra buradan 2 dənə başlar qarşı olacaq. Buradan ama heç bir olmadı. Buradan yarası büyüsün atmaq istəyirəm. Yarası yok, iskelet büyüsü. Her bir şey farklı. Buradan ses yıldırım büyüsünü attıktan sonra barbar ve Okçu Kraliçesi'ne gönderme vaktidir. Bir bu madencisi, yavru ejderhadır, barbarı gönderir. Sonra içeride şifacı, balon, ejderha, golem, atıcı, zadı. Dönərikdən sonra gözləyir.
İndi burada baxdı çünki barbarda can doldurma barbar kralı yani barbarlar çoxlu bir də duvar yıkılabilir. Ona göre burada duvarın yaxın çıxanda onu basırıq. Burada büyücünü hələ basmayacağım amma okçu kraliçeni basmaq lazımdır. Qəşəng. Sonra gəlsin belə bir də yavaş yavaş. Maçı yaxşıdır. Burada basa bilərik. İndi basa bilərik də. Əsas bu problemdir. Baxın. Kartal top problemidir. Bəli, savaş bitdi. 43% toplam hasar verdim. Biraz köylər görə normaldır. Maden avcısı, bəli. Burada yeni maden avcısı gəldi. Bu nə işe yarayır? Burada da dönüştürülür de yani bu at. Yani bunun eynisidir ama farklı versiyası. Burada altın iksir, kara iksiri dönüştürdünsə, burada yıldızlar yani kaynak dönüştürdü. Yani bunları necə deyim, bir dəqiqə ekipmanları göstərim. Parlak zefir, ışıklı zefir, bir de yıldızı dəyişdirebilirik. Hələçilik bu kadar. Yani başka hiçbir şey gəlməyib. Gəldiysə mən sizə xəbər edəcəm. Bu kadar. İş videom 1K izlənsə söz verirəm bu paketi alacağım. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.